Qara yara indinin xəstəliyi deyil, çox qədimdən var. Ən çox mal ətindən keçir. Mal ətindən. Hə, və həm də o yəni müalicəsi də çox ağırdır. Çətindir müalicəsi. Necə yara çox olur? ağır keçir. Bildiyin yara dedi. Yara görürsən də, qara yara görürsən. Elə adını da ona görə də qara yara. Yayılır o doktor. Yayılır, yayılmağı da kütləvi yayıla bilir və ciddi fəsadlara gətirir. Həm də keçicidir deyəsən. Keçicidir, hə. Ciddi fəsadlara gətirib çıxara bilir. İndi bu dəqiqə, indi düzü mən görməmişəm, yəni indilərdə, eşitməmişəm. Ancaq informasiyalar da gedir ki, filan rayonda filan şey var, filan. Ən çox bu xaricdə daha çox qara yara şəkildə yayılır. Hə, doktor, immunitet aşağı düşəndə adətən bu şeylər baş qaldırır, yoxsa? Yox, o özü elə bil ki, virus kimi yayıla bilir, yəni yayıla bilir. Bir var, kontaktda olanda, indi insan var ki, görürsən ki, müəyyən bir qidadan 5 adam yeyir, biri zəhərlənir, 4'ü zəhərlənmir, ya 2'si zəhərlənir, 3'ü zəhərlənmir. Burada elə deyil. Bu keçicidir. Toxunmaq yolundan keçicidir. Qida vasitəsilə keçicidir. Ona görə də qara yara təbii ki, ehtiyatlı olunmalı bir işdir. Özdə indi onu təbii ki, söz olan kimi mən bilmirəm, bəlkə də yalan düzdür. Onun nə olduğunu bilmirəm ölkədə, ancaq hər halda Səhiyyə Nazirliyi tam nəzarət altındadır bu məsələ. Qara yara məsələsi. Onda əziz tamaşaçılarımız ehtiyatlı olmaq lazımdır. Bu gigiyena ilə falanla əlaqəsi yoxdur da. Yox. Mütləq hava yolu ilə keçir. Kontaktlandır. Yəni qida ilədir. Əlini bura toxunma ilədir.